Şəfək xanım yeni bir video paylaşır və ortada Georgi koddur, həmin erməni kod. Sağ əli Şəfək xanımdır, çox xoşbaxtdılar. Sol əli isə erməni bloger Guara Vitsyan, Rusiyanın nömrə 1 make-up vizajisti və müharibə zamanı güclü dəstək verən ermənilərə Guara Vitsyan da o yazmışdı Instagramda ki, Ermənistan möhkəm ol müharibə zamanı və sonra bizimkilər Food City-dən erməni abrikoslarını rədd eləyəndə getmişdi və 2 fura abrikos alıb, ərik alıb paylamışdı bütün erməni qardaşlarına. Belə bir hadisə çox maraqlıdır, çox xoşbaxtlar, artıq bir süfrə arxasında oturublar, yeyib içirlər, nə deyəsən. Mən sizə düzünü deyim, 2018-ci ildə mən də bu Guar Avetsyanın Instagramının altında yazmışdım ki, siz güclü rəssamsınız, sadəcə rəssamları sevə bilərik, sənət insanlarını sevə bilərik. Amma bizim bir jurnalistimiz var, 2020-də müharibə başlayanda 2018-i oradan çıxartdı, dedi ki, baxın, Kamran kimi dəstəkləyir. Ona görə ehtiyatlı olun məməzlərim. Harada oturursunuz, kimlə oturursunuz və axırda bu insanlar kim olur, yaxşı bilin. Fikirləşin, yaxşı, ağıllı olun. Bu isə hərəkət bilmirəm, başa düşə bilmirəm hələ. Xanım bu videoları paylaşmasa heç kim bunu bilməzdi. Mən başa düşə bilmirəm, niyə eləyir bunu. Allah onu xoşbaxt eləsin.